Luka 17-ci fəsil. Günah, iman və vəzifə. İsa şagirdlərinə belə dedi. İnsanları pis yola çəkən şeylər mütləq olur. Amma vay o adamın halına ki, bunların baisidir. Bu kiçiklərdən birini pis yola çəkməkdənsə, öz boynuna böyük bir dəyirman daşı asıb dənizə atılmaq onun üçün daha yaxşı olar. Özünüzü gözləyin. Əgər qardaşın sənə qarşı günah eləyərsə, ona xəbərdarlıq elə. Əgər o tövbə eləyərsə, onu bağışla. Əgər gündə 7 dəfə sənə qarşı günah eləsə və gündə 7 dəfə yanına gəlib sənə tövbə eləyirəm deyərsə, onu bağışla. Həvarilər Rəbbə dedilər, imanımızı artır. Rəbb onlara belə dedi. Bir xardal toxumu qədər imanınız olsaydı, bu tut ağacına kökündən çıx və dənizdə əkil, deyərdiniz. O da sizin sözünüzə baxardı. Sizlərdən hansı biriniz cütçülük və yaxud çobanlıq eləyən bir qula tarladan qaydanda tez ol gəl süfrəyə otur deyər? Əksinə, ona axşam yeməyimi hazırla və qurşanıb mənə xidmət elə ki, mən yeyib içim, sonra da sən özün ye iç deməzmi? Əmirlərini yerinə yetirdiyi üçün o qula təşəkkür eləyərmi? Beləcə, siz də sizə əmr olunanların hamısını yerinə yetirəndən sonra deyin, biz dəyərsiz qullarıq. Çünki görməli olduğumuz işləri eləmişik. 10 cüzamlının şəfası. İsa Yerusəlimə doğru yolunu davam eləyərkən Samariya ilə Qalileya arasındakı sərhəddən keçirdi. Kəndlərin birinə girəndə onu 10 nəfər cüzamlı kişi qarşıladı. Onlar uzaqda durub ucadan çığırdılar. İsa, ustad, bizə rəhm elə. İsa onları görüb, gedin özünüzü kahinlərə göstərin, dedi. Onlar yol gedə-gedə pak oldular. Onlardan biri isə sağaldığını görəndə uca səslə Allahı izzətləndirərək qayıtdı. O, üzü üstə İsa'nın ayaqlarına düşərək ona təşəkkür elədi. Baxmayaraq ki, bu adam Samariyalı idi. Onda İsa dedi, pak olanlar 10 nəfər deyildimi? Bəs qalan 9 adam hardadır? Bu yadellidən savayı geri dönüb Allaha izzət verən olmadı mı? Sonra o adama dedi, ayağa qalx get. İmanın səni xilas elədi. Allahın padşahlığı nə zaman gələcək? Fariseylər İsa'dan Allahın padşahlığı nə zaman gələcək deyə soruşanda, İsa onlara cavab verdi. Allahın padşahlığı müşahidə ilə gəlməz. Adamlar, bax o buradadır, yaxud oradadır deməyəcəklər. Çünki budur, Allahın padşahlığı sizin daxilinizdədir. İsa şagirdlərə də belə dedi. Elə günlər gələcək ki, Bəşər oğlunun günlərindən birini görməyi arzulayacaqsınız, amma görməyəcəksiniz. Adamlar sizə, bax o oradadır, yaxud bax buradadır deyəcəklər. Gedib onların arxasınca düşməyin. Çünki şimşək göyün bir kənarında çaxıb o biri kənarına qədər necə parlayırsa, Bəşər oğlu da öz günündə elə olacaq. Amma əvvəlcə o, çox əzab çəkməli və indiki nəslin adamları tərəfindən rədd olunmalıdır. Nuhun günlərində necə idisə, Bəşər oğlunun günlərində də el olacaq. Nuhun gəmiyə girdiyi günə qədər insanlar yeyib içir, evlənir, ərə gedirdilər. Sonra daşqın gəlib hamısını məhv elədi. Lutun günlərində də belə idi. İnsanlar yeyib içir, alıb satır, əkir, tikirdilər. Lakin Lut Sodomdan çıxdığı gün göydən od və kükürt yağdı və hamısını məhv elədi. Bəşər oğlunun zühur eləyəcəyi gündə də belə olacaq. O gün özü damda, əşyasısa evin içində olan adam onları götürmək üçün aşağı enməsin. Eləcə də tarlada olan geri qayıtmasın. Lutun arvadını yadınıza salın. Kim canını qorumaq istəsə onu itirəcək, amma kim canını itirsə onu yaşadacaq. Sizə deyirəm, o gecə bir yataqda olan 2 nəfərdən biri götürüləcək, o biri isə qalacaq. Birlikdə dən üyüdən 2 qadından biri götürüləcək, o biri isə qalacaq. Ona müraciət eləyib dedilər, ya Rəbb, bu hadisələr harda olacaq? O isə onlara dedi, leş hardadırsa, kərkəslər də orada toplaşar.